Salam, bugün sizinle Türk dünyası ölkələri və qurumlarının yerləşdiyi iqlim qurşaqlarına baxacağıq. İlk öncə başlayırıq Türkiyə ilə. Türkiyə subtropik iqlim qurşağında yerləşir. Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Sintüzyan Uyğur vilayəti həm subtropik, həm də mülayim iqlim qurşağında yerləşir. Qaraçay, Çərkəz və Kabarda-Balkar, Çuvaş, Tatarstan, Başqırdistan, Moldovada yerləşən Qaqaz Muxtar Vilayəti, Qazaxıstan, Xakasiya, Altay, Tıva yerləşəcək mülayim iqlim qurşağında və yadda saxlayırıq ki, Kabarda-Balkar, Qaraçay, Çərkəz, sonra Çuvaş, Tatarstan, Başqırdistan, Moldovada yerləşən Qaqaz Muxtar Vilayəti və Qazaxıstanın bir hissəsi mülayimin kontinentində yerləşdiyi halda digər hissələr, yəni bu ərazilər Xakasiya, Altay, Tıva və Qazaxıstanın bir hissəsi mülayimin sırf kəskin kontinentində yerləşəcək. Ən çox iqlim qurşağında yerləşən Türk qurumu kimi Saxa-Yakutiyanı deyə bilərik ki, həm mülayimin kəskin kontinentində, subarktikdə və arktik iqlim qurşaqlarında yerləşəcək.